sinif dərslərini keçirmirlər. Hamısını saxlayırlar evlərə, kirayə evlər tutublar burada. Bütün müəllimələr, çox müəllimələr, hər məktəbin öz müəllimləri kirayə tutublar 40 manatdan, 50 manatdan uşaq hazırlayırlar. Nətər olur ki, məktəbin dərslərin məktəbdə keçirmirlər, məktəbin dərslərin evlərdə keçirirlər pul üstündə. Şirvan şəhər sakini Rahil Məlikov kanalımıza müraciət edərək bildirir ki, onun övladı 1-ci qrup əlildir və ev şəraitində təhsil almalı olduğu halda digər uşaqlardan geri qalmaması və cəmiyyətə inteqrasiyası üçün məktəbə göndərir. Valideynin sözlərinə görə dərslərin keyfiyyətinin aşağı olması səbəbindən övladı proqramdan geri qalır. Rahil Məlikov qeyd edir ki, bəzi müəllimlər dərs prosesində şagirdlərə kifayət qədər diqqət ayırmır və nəticədə valideynlər əlavə repetitor xidmətinə üst tutmağa məcbur qalırlar. O, bu vəziyyətin ümumi təhsil mühitinə mənfi təsir göstərdiyini düşünür. Valideyn həmçinin Şirvan Salyan Regional İdarəsinin fəaliyyətindən narazılığını ifadə edərək bu istiqamətdə nəzarətin gücləndirilməsinin zəruri hesab edir. Onun iddiasına görə bəzi məktəblərdə valideynlərdən pul yığılması ilə bağlı narazılıqlar da mövcuddur. Rahil Məlikov Elm və Təhsil Naziri Emin Əmrullayeva müraciət edərək məsələyə diqqət yetirilməsini və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edib. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Çox hörmətli Emin Əmrullayev, mən Şirvan sakini Məlikov Rahil Sahiloğlu, 3 dənə şikayət uşaq atasıyam. Mənim şikayətim var bu təhsil haqqında, Şirvan şəhər regionalın rəhbərliyi haqqında, Şirvan Salyan Regional Təhsil Şöbəsinin baş idarəsi haqqında, Rəşad müəllim haqqında. Demək, mənim 3 dənə uşağım 1-ci qrup əlildir. Bir oğlum, 2 uşağım evdə dərs keçib. 3-cü oğlumun da ürəyində kapron olduğuna, kapron var. İndi onu qoymadım ki, evdə dərs keçsin, onu yolladım məktəbə. Bu günləri uşağım hər dərsinə girəndə, dərsdə oturan zaman bir dənə müəllim sinif dərslərini keçirmirlər. Hamısını saxlayırlar evlərə, kirayə evlər tutublar burada. Bütün müəllimələr, çox müəllimələr, hər məktəbin öz müəllimləri kirayə tutublar 40 manatdan, 50 manatdan uşaq hazırlayırlar. Nətər olur ki, məktəbin dərslərin məktəbdə keçirmirlər, məktəbin dərslərin evlərdə keçirirlər pul üstündə. Niyə görə dövlətdən bu qədər investisiya ayrılır, verilir təhsil nazirliyinə? Rəhbəri var, variz müəllim. Variddə bilən varizi nədir? Bir dəfə gəlib məktəbdə şagirdlərin dərsində oturub maraqlanmır. Sənan var idi, Allah şinavan eləsin. Sənan canımızla getdi Qarabağ bölgəsinə. Gözəl insan, gözəl şəxsiyyət. Onun yerinə Rəşad qoymuşsunuz. Rəşad gəlib bura. Sabirabaddan gəlib. Muğan, Nəmnən, rəisidir gəlib Salyan Şirvan regionala. O bir dənə uşağa, bir dənə müəlliməyə söz demək olmur. Səhər gəldi də fırlada sumkalarını qoyurlar. Məktəbdə xiyar çörək yiyir müəllimə, şagirdlərin gözünün qabağında. Xeyr ola, bizim balamız 50 manata, mənim elə bir imkanım yoxdur. Mən yataqxanada yaşayan adamam. 3 dənə şikayət uşağım var. İndi uşaqlarım da qoyacam xəstəliyin video olan 50-ni də göndərəcəm sizə. O bir ki, daxili təqqadan adam yoxlayın, regionalı yoxlasın. Adam göndərin gəlsin bu Şirvan şəhərdə bu seksiyanı yoxlasın, məktəbləri yoxlasın. Valideynlərin bir dəyə delavay valideyn tuturlar, bıraxırlar qabağa, müəllimlərə pul yığırlar. Ağır olsun elə müəllimə, ağır olsun elə müəllimlərə, ağır olsun. Xahiş edirəm, sizdən artıq dərəcədə Emin Əmrullayev cənabları göstəriş verərsiniz, onsuz mən bu çıxışımı cənab prezidentə də göndərəcəm, Mehriban xanıma da göndərəcəm. Mənim arada da 40 manat, 50 manatım. Müəllim yanına şaq qoyaq. Elə dərsliyi dərsə keçsinlər də, vergi ödəyirlər, defensi verirlər. Hamısı öz mənəfiyyətini güdürlər. Ancaq bilmirlər ki, cəmaatın o vəziyyəti deyil, hamı acından ölür. Bu günləri 150 dənə adam imtahan verdi universitetə. Cəmicimiz 8 nəfər adam daxil oldu universitetə.
Hamısı bu başıboş müəllimələrin hesabına, evdə dərs keçən müəllimələrin hesabına. Sinifin dərsin şeydə keçərlər, məktəbdə, evdə yox, cırxmada yox.